Herkese salam, kanalıma ve YouTube videoma yeniden hoş gelmişsiniz. Hazırda evden çıxıram. Çünki rəfiqəm məni gözləyir və mən gecikirəm. Estetik bir məkan tapmışam. Lokal kafe bəlkə də bilərsiniz. Ora gedirik və ümid edirəm ki, qəşəng şəkillər çəkib, qəşəng söhbətlər edərik birlikdə. Yenidən yay günlükləri başlıqlı bir vlog olacaq və burada da yenə bir neçə günümü birlikdə keçirəcəyik. Ümid edirəm ki, vlogdan zövq alarsınız və sizə xoş izləmələr. Yeni şirniyyat götürdüm belə. Biri yer fıstıqlıdır, göstərə bilmirəm, əlimdə oludur deyə. Bir də şokoladlıdır, makronlardır sadə. Prosto marketdən alınanı nətərdadır. Bayağılı sonrasıdır. Gedib onları yoxlayacağım. Belə yəni. Dostlar, gəlib oturduq Gloria'da və mən Spanish latte götürdüm. Gloria cinsin Spanish lattesini içməmişəm. İndi birlikdə gəlin yoxlayaq. Görək necədir. Belə göstərim sizə. Çox qəşəngdir. Dəhşət qəşəngdir yəni. Bu qədər gözəl gözləmirdim. Al bax tadına. Şirindir yəni, tam mənlik. Bu bəyənildi, tamam. İndi isə keçirik bunları yoxlamağa. Bunları. Birinci şokoladlısını yoxlamaq. Şokolad. Qoxusu nə qəşəngdir gəldi. Nə şirindir, belə. Belə çıxır. Gəlin yoxlayaq bunu. Yəni, belə abartı bir qəşəngliyi yoxdur. Amma pis də deyil. Keçək bunu yoxlamağa. Bu da yer fıstıqlıdır. Gözlərin oyur. Şakaya gel. Bence ay bu rengi o cürədir. Rengi bir şey değil. Bak, yaşıl değil.
Bax, budur sizcə? Budur. Deyil axı rəng olaraq. Yox, bəyənmədim bunu. Bu şey rəngindən itirdi bu. Al bax. Qoxusu da çox pisdir. Heç o deyil. Pulunuzu boş yerə sərf eləyib gedib belə şeylər almayın. Mən sizin üçün aldım, yoxladım. Qəşəng deyildi. Rahat marketdən almışdıq bu arada. Yəni qəşəng deyil. Pisdir. Mənas bir şeydir. Bu qədər yəni. İndi burada oturub kafemi içib həm tema unpacking videomu editləyəcəm. Həm də ki bu vlog editləyəcəm. Bunun əvvəli çünki əldə qalıb. Belə yəni. Bu qədər. Hava da çox qəşəngdir. Çöldə oturmuşuq. Bu arada bu işıqla çəkirəm. Unpackingdə elədiyim o işıq aldığım işıqdır. Temudan aldığım işıqdır və həyatım aydınlandı. Bir anda həyatım gözəlləşdi bu işıqla. Orada çox qəşəng baxılır. Növbəti gündən hər birinizə salamlar. Hazırda gedirəm Gəncliyim ola, çünki vizyona yeni bir qorxu filmi gəlib, ona baxmağa gedirəm. Amma işin ən maraqlı tərəfi nədir bilirsiniz? Tək gedirəm və qorxu filminə baxmağa gedirəm. Amma tək gedirəm. Yəni bu həqiqətən də ən maraqlı tərəfidir. Yəni heç qorxu filminə tək getməmişəm. Nəinki tək getmək, gedib evdə oturub tək qorxu filmi belə izləməmişəm. Amma bu gün nəsə istədim. Əslində nətər oldu? Rəfiqəmə yazdım ki, gedək. O dedi ki, mənim işim var. Mənim də bu həftə doluydum. Yəni bu həftə işlərim var da başqa, yəni başqa gün Gəncliyim ola gedib bir filmə baxa bilmərəm. Ona görə də məcbur idim ki, bugün gedim. Mən dedim ki, niyə də olmasın, yeni bir deneyim olmuş olar. Yəni çox uzatmadan gəlin gedək. Görək başımıza nələr gəlir. Bu arada 2 saatlıq bir filmdir. Ümid edirəm ki, ürəyim sıxılmaz və çox qorxmaram. Yəni bu qədər. Düz 20 dəqiqə gecikmişəm. Bəlkə daha da çox. Amma yenə də vlog çəkirəm, yenə də video çəkirəm. Mənə də halaldır. Neyse, inşallah çox şey itirməmişəmdir. Сейчас приду. Мы собрались здесь сегодня, чтобы попрощаться с Уильямом Прайсом. Орденом мудрецов. Один крошечный порез, и этот древний... Filmdən çıxdım və yemək yedim. Təbii ki də McDonald's yiyəcək. Çəkimi gözləyirəm ki, çıxsın ki, yeyim. Film haqqında indi yemək yeyəndə danışacağım. Məsələ bilirsiniz nədir? Bir var ki, qorxulu, bir də var ki, iyrənc. Yəni bu film iyrənc idi. Belə durmadan bir adam doğrayırlar, adam kesirlər falan. Yəni mən tərzimdə deyildi məncə. Sevmədim yəni. Sadəcə bəzi hissələrdə bilirdim ki, indi riskli bir şey olacaq. O hissələrdə biraz qorxmaq deyil də, yəni biraz belə həyəcanlanırsan yəni sanki. Amma çox da bəyənmədim. Yəni ondansa daha fərqli, daha qəşəng bir şey getmək olardı və hətta deyirəm ki, yəni sonuncu qorxu filmi idi. Çünki düşünürəm ki, yəni yoxdur. İstədiyim tipli bir qorxu filminə hələ də rastlamamışam ki, həqiqətən qorxu filmi olsun. Mənasız idi yəni, bəyənmədim. İndi burada yeməyə gəlmişəm, amma acda deyiləm, bilmirəm, postu yemək yiyirəm. Sonunda mənim sifarişim hazırlanır, 2 saat falan gözləyirəm burada. Neysə, belə yəni. Amma pis deyildi, bir özümlə vaxt keçirdim, yəni bu mənim üçün qəşəng bir şey. Heç tək sinemaya gəlməmişdim, ilk dəfə idi gəlirdim. Və düşünürəm ki, bundan sonra təkrar edərəm. Çünki yəni qorxu filminə gəldim, yəni ilk qorxu filminə gəldim, amma o da pis deyil, çox da pis deyil. Yoxlama kimi yaxşıdır. Bu evdə niyə hər şey yerə düşür? Allah kahretsin.
Növbəti gündən hər birinizə yenidən salamlar. Mən artıq düşünürəm ki, bu bir həftənin vlogu deyə bilərəm. Artıq başlıq olaraq bir həftə, mənimlə bir həftə yaza biləcəyim bir vlog olacaq. Çünki artıq bugün bir həftə olur. Bugün 4-cü gündür və mən deməli dünən heç bir şey video almamışam. Çünki dünən səhər işə getdim və axşam smeni idim və bugün səhər smeni idim. Yəni ikisi üst-üstə düşdüyünə görə mən ekstra yoruldum. Və hələ yorulmağım yetmirmiş kimi bir də evə gəlib evimi təmizlədim. Həftədə bir dəfə ev təmizliyi eləyirəm dərindən, normal olaraq. Amma bu həftə daha tezləşdirdim. Çünki gələn həftə məzuniyyət götürmüşəm. Rayona gedirəm və onun da vlog gələcək inşallah gələn həftə. Görəcəksiniz kanalımda. Yəni, nəticə olaraq biraz tezləşdirməli oldum bu ev təmizliyini. Gecə sadəcə 3 saat yata bilmişəm. Yəni 3 saatla mən bu qədər iş görmüşəmsə mənə də halaldır. Amma indi isə bütün gün iş, ev təmizliyi və s. kimi işlərlə məşğul olduğuma görə özümə vaxt ayırmaq istəyirəm. Çünki hər gün, yəni 1 saat belə olsa özümə vaxt ayırmağı, yəni bu hər hansısa bir şey ola bilər. Ola bilər məsələn sevdiyim kofeni içib istədiyim kitabı oxuya bilərəm, rəfiqəmlə görüşə bilərəm. Bunlara demək olar çalışıram ki, hər gün eləyim, yəni hər gün özümə müəyyən qədər vaxt ayırım. Bu həqiqətən də hər bir insana lazımdır. Bunu ötürməməliyik. İndi isə gedirəm sevimli kofe shopuma. Çünki kofelerini bəyəndiyim bir kofe shopdur. Və kofe içib kitab oxumaq istəyirəm biraz. Çünki bugün az kitab oxumuşam. Vaxtım olmadığına görə, bilmirəm, 8 səhifə falan oxumuşam. Ona görə istəyirəm gedim biraz kitab oxuyum və özümlə vaxt keçirim. Yəni bu qədər. Başqa da bir şey yoxdur. Və mən çox eğilirəm, əsəbləşdim. Bir şey fərq edirəm ki, burada ayna qoymuşam ki, özümü görürüm ki, üzümə belə parlatıcı vururam. Burada daha fərqliyəm, orada daha fərqliyəm. Niyə? Niyə bu fərq? Hər neysə, bunu takılmayacağım. Yenə külək. İndi isə gedirik evə.